Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Fevral ayının 11-dir, həftənin çərşənbə günü 2026-cı ildə son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırır. Xəbər verdiyimiz kimi pensiya artımları artıq bu aydan verilməyə başlayacaq, 2 ay daxil olmaqla. Yəni yanvar ayının artımı elə fevralda daxil olmaqla bu ayda vətəndaşlarımız ala biləcəklər. Verilmə tarixi isə fevral ayının 13-dən. Paytaxtda fevral ayının 13-də, bölgələrdə isə fərqli bir vaxtlarda demək pensiyalar ödəniləcək. Bəs pensiyalar, artımlar necə hesablanır? Bundan bağlı millət vəkili Vüqar Bayramovdan açıqlama var. Vüqar Bayramov bildirir ki, indeksləşdirmə pensiya məbləğinə tam olaraq şamil edilərək demək artım hesablanır. Artımın hesablanması formulası belədir. Pensiya məbləği demək üstəgəlirik indeksiyasiya faizi və artırılmış məbləğ. Məsələn, pensiyası 550 manat olan vətəndaşımız üçün artım faizi belə hesablanacaq. 550 manat vurulur 9,3 faizə və bərabər olur 51,15 manat. Yəni vətəndaşımızın pensiya məbləği artımdan sonra 601 manat 15 qəpik olacaq. Yəni 550 manat pensiyası olanın qeyd etdiyimiz kimi 601 manat 15 qəpik alacaq və ya 400 manat pensiya alan vətəndaşımız üçün artım belə hesablanır. 400 manat vurulur 9,3 faiz bərabərdir 37,2 manat. Yəni burada artım 400 manatın artımı 37,2 manat olur. Ümumilikdə isə bu halda yeni pensiya məbləği 437 manat 2 demək hesablanır. Yəni 437 manat olacaq. 400 manat olanlarınki. Yəni məbləğdən asılı olmayaraq hər bir pensiya tam olaraq indeksasiya faizi nəzərə alınmaqla artırılır deyə Vüqar Bayramov bildirib. Bu balın tərkibində o qədər çiçək tozu və güləm arı vurmuşdu ki yığanda. Biz bunu Cökəyə aparmışdıq. Cökəyə az işlədi orada arılar. Oradan da biyanı apardıq. Yəni tərkibi dəhşətli dərəcədə zəngin olan bir baldır. Çünki elə bilin ki, elə çiçək tozu qatılmış baldır bu. Bunu inşallah mən sabahları Mingəçevirə göndərəcəyəm. Kim də əgər istəsə bizdən bu cür həm balonlarla göndərib çatdırırıq. Azərbaycanımızın bütün şəhər və rayonlarına da göndərib çatdırmamız son pulsuz olacaq. 051 546 39 39 hər biriniz zəng edib sifariş edə bilərsiniz. Çatdırmada pulsuz olacaq düz ünvanınıza qədər. Sağ olun.